Dostlar, gəldim, gələn axşam elə dolma bişirdim. Deməli, keçən vlogda demişsiniz ki, biz dolmanı qovururuq. Biz də çox vaxt qovururuq. Orada məclis dolması idi deyə, çox idi deyə, vaxt az idi deyə qovurmadıq. Pryamoy adi kələm dolması kimi içərisində doldurduq. Amma mən bunları bu qabda qovurdum, sonra doldurdum içərisinə. Elə də dadlı olur, belə də dadlı olur. Sınamamısınızsa sınayın bir dəfə. Yadıma gəlir, xalam qızı girdəydik. Xalam qızı belə dolma bişirirdi. Bacım dedi ki, bəs bunun ətini qovurmamış bişirirsən. O da dedi, hə. Onda niyə qovrulmurdu? Onu deyim. Kənddə elə qaz, işıq yox idi, çətin idi o vaxtlar. Hardasa sizə bir deyirəm, 2000-ci illərin lap əvvəllərindən, 2000-ci illərin əvvəlləri, hə, düz dedim. Onda dedi qovurmursan, o da dedi ki, yox. Dedi nətər dadı, dedi iyi gör nətər dadı. Yedi, inansız necə bəyəndi, necə deyir, hələ belə daddı, qovrulmamış dolma yeməmişdim. Qovuranda dadlı olur, düzdür. Amma qovurmayanda da pis olmur, yaxşı olur. Belə gedirəm azadlığa, yenə qaraları çıxartdım. Bunları aparmamışdım rayona gedəndə. Bunları çıxartdım, bunları geyinəcəm. Vaqifin hazırlıqları başlayır. Bu sumkadan bu sumkaya köç edirəm. Rayona götürdüyüm çantamdır. Buna qoyum, böyük çanta, ağır çanta götürə bilmirəm də. Bilirsiniz, məndə boyun əzrələri dartılır deyə. Böyük çanta götürən kimi ağırlıq eləyir çiyinlərimə. Ona görə götürmürəm. Bir də ki, Vaqifin hazırlıqları başlayır. Hazırlıq pullarını dedim karta vurum. Kartdan atım müəllimələrə bir-bir. Buraları da təmizlədim, sildim. Bir dənə yerlər qalıb, onları inciyə dedim. Tərəziyə çıxdım qızlar. 1 kiloqram düz çək almışam. Bir həftəyə 1 kiloqram. Qəşəng mama cücələri qızartmışdı. Qəşəng yedim qızartmalardan. Özü də çörəklə yeyirdim. Nəyi var? Otururduq gülüylə. O hələ ki, müalicəsi qutarana qədər o kökəlməyə fikir vermir. Mən də ki, qoşuldum ona. Qəşəng yediyi, nəyi var? Heç dalını qabağını fikirləşmədən özümüz üçün kef elədik. İndi hazırlaşım, gedim. İnşallah görüm. Bugündən çıxa bilsək yürüyüşə başlayasıyıq. Bu da o gün aldığım sırqalardır. Sırqalarımı taxım, hələ kosmetikaları da çıxardım. Düzməmişəm, bunun içərisində qalıbdır. Bunları çıxardım, əsas günəş kremi çəkim. Hazırlaşaq, gedək azadlığa. Nəmləndirici də heç dünən ağzını açmamışam nəmləndiricimin. Bu Şeglamın şeyi çox superdir də, dəhşət bir şeydir. Gülün ürəyə getdi. Dedim, özün qeydiyyatdan keç, şeyindən hamısını vur. Hətta keçib vura bilsən, xəbər elə bir-iki dənə də məhsul mən deyəcəm. Mənə vurarsan, o elə şeylərə yaxşıdır. Qəşəng həll eləyir. Hətta biz orada olarkən seçirdi. Dedi ki, endirimləri də var, ilk sifarişlər nəsə nə, kampaniyaları da var. Ona görə Gülü girişir o işə. Bunları da yerləşdirim. Hazırlanaq, gedək. Saat 11-dir, neçədir. Gedim malina götürüm. Malinalıdır tortumuz. Sonra digər lazım olan şeyləri götürüm. Gələk. Orada var, rezin axtardım, tapa bilmədim. Rezinim buradaymış. Gələndə Banunun rezinindən yığıb gəlmişəm saçımı. Azadlığa gəlib də bu 1 manatlıq yerə gəlməmək olarmı? Gəldim qızlar, 1 manatlıq şakamakaya. Belə mücürlər gətiriblər 1 manata. Bilmirəm indi bunlar nə qədər moddadır, yoxsa köhnəlibdir, amma gətirmişdilər də. Dolu idi, belə cürbəcürləri var idi. Fikir verin, aşağıda qırmızısı da var. Çox idi bir sözdən, yəni cürbəcür mücürlər var idi. Bu soyuducuya yemək qoyanda ağzına papaq kimi qoyulan salafanlar düşüb elə. Bir də ki, bu qızlar baxdım. Tikmək üçün alət idi, yoxsa nə idi? Əslində orada olanda gördüm bu nədir. Prost indi buradan seçə bilmədim. Belə balaca kaşluklar var idi, qəpikliklər. Uşaq çimizdirəndə başına, daha doğrusu üzünə su gəlməsin deyə başına taxmağa görürsünüz. O sarı, rozivi şeylər var. Sonra əsas məsələ ağcaqanad dərmanları dolu idi. Pambıq var idi. Pambıq götürəsiydim. Götürmədim ki, evdə olar. Sonra getdim ki, evdə qalmayıb. Keçdim bu makiyaj malzəmələri olan bölmələrə. Burada da yenə hər şey var. Bu tərəfdə sizin üçün çəkim dedim. Bütün markaların paddelkaları var. Burada da çox sirkələtmişəm, bilmirəm niyə. Cürbəcür. Sizə dedim də keçən səfər 2 dənə xanım bunların içərisindən xonçalıq yığırdı. İnansız birəbir eynisidir. Yəni belə bilmək olmur ki, bunlar paddelkasıdır. Videonu çəkməyə girəndə boşu-boşuna girməmişdim. Nə isə alasıydım. Amma indi videonun üstündən çox vaxt keçib gəldim kənd vloglarını 2 gün arayla qoydum deyə. Yadımdan çıxıb mən bura nəyə getmişdim, nə almağa getmişdim. Silikon qaşıqlar var idi, onlara baxdım. Amma mən digər formalarını daha xoşlayıram. Ona görə götürmədim. Bıçaqlar var, qaşıqlar var, cürbəcür. Buna baxdım, bu da yorğan tutuculardır. Üzü yorğandan ayrılıb o yan bu yana getməsin deyə. Belə qəşəng bıçaqlar var, amma çox balacaydı deyən götürmədim. Amma belə görünüşü çox minnoş idi, qəşəng idi.
yağ bıçaqları, pendir bıçaqları. Keçdim əsas yerə, bu kalçuk olan yerə. Burada da girəndə biraz adam bilmir nəyə baxsın, nəyə çəksin. Baxıram görüm təzə nəsə gətiriblərmi. Qab yuyan moykan yanına qoymaq üçün belə kubqalıq qabı gətiriblər. Bu qab təzə gəlib, əvvəl yox idi. Qəşəngdir. Qəşəng görünürdü. Materialı da belə pis değildi. Bunlar var. Bunlar biraz elə də yaxşı görünmür. Birinci göstərdiyim daha qəşəng idi. Onların ağzı açıqları var idi, qapaqsızları. Sonra bu paltar yuyan maşın qaçmasın deyə altına ayaqlıqlar var. Belə padnoslar gətiriblər. Bunlar da əvvəl yox idi. Bardov rəngi qəşəng görünür. Belə padnoslar var. Çiçəklilər padnoslar yenə. Nazik tavalar var idi. Bir də ki, bu qəribə gəldi mənə. Həmişə bunun böyüklərini görmüşük axı. Sinə olaraq istifadə edirdik. Hələ məndə yenə də var bir dənəsi böyüyü. Bu səfər balacasını gördüm. O maraqlı gəldi. Qab yuyanda üstünə qoymaq üçün rezinlər var. Bir də ki, istədiyiniz qədər ləyənlər, vannalar. Hamısı da ki, 1 manata. Nə görürsünüz burada? Hər biri 1 manatadır. Ləyənin böyüklüyündən, kiçikliyindən asılı olmayaraq. Keçdim yenə İkinci tərəfə, keçək görək buralarda nə var. Burada da çırpıcılar var, rəngləri çox gözəldir. Sonra maşalar var, cürbəcür, qayçılar var 1 manata. Belə bıçaq itiləmək üçün var. Bundan bir ara qaynanam almışdı, xoşuma gəlmədi. Belə limon sıxıcı var, bu səfər lap balacası idi. Belə dəmir maşalar var. Vışılkalar var, düz yerək vışılkalar bilmirəm neçəyədir. Burada da ki, alt paltarları töküblər. Çox yəqin ki, onlar da 1 manat olar, düz yerək. Baxmamışam, qiyməti ilə də maraqlanmamışam heç. Belə kofe çırpıcıları var. Yenə bunlar da 1 manatdır. Geçən səfər uşaqlara alıb apardığım quruması Vaqifə çox maraqlı gəldi. Dedi bir dənə də mən al. Qəşəngdilər. 2 manata. Ən azından telefonla bir neçə saatlıq uzaq durarlar. Belə şeylər də var. Bunlar bilmirəm nə dərəcədə maraqlı olar. Robotlardır. Bunu götürüm. İstəyirdi, posilkadan gəlmədim. Dedim yəqin ki, burada malina olar. Amma deyəsən yoxdur. Biraz 1 manatlıq yerdən şeylər aldım. Bir dənə içərdən soruşum malina varmı? Lazım onları aldım. Əsas məsələ yadımdan çıxıb ki, mən kremləri götürəsiydim. Trendyolda indirim var idi. Buradakı qiymətdən 2 qat ucuzuna aldım kremlərimizi. Bacımla özümə hərəmizə bir dənə götürdük. Əlimi də doldurmuşam belə. İndi əsas məsələ gedək tort ləvazimatlarına baxıram. Həm qaymağım yoxdur. Düzdür, skuşonkalarım da qutarıb. Amma ki, onları buradan ala bilmirəm. Burada xırman yoxdur deyə. Bir vesting götürüm. Buralar üçün özüm darıxmışdım. Sizə də dedim çəkin, bəlkə siz də darıxmış olasınız. Azadlıqda yerləşən Arzum tort ləvazimatlarına gəlmişəm. Elə çox da çəkmədim, sıxıcı olmasın deyə. Gedək görək nə almışıq evdə. Bunu sağ aldım. Amma yekələrdən. Amma niyə hər günə sağladınız? Nə alim bəs? Allah, bunu da sən aldım. Sizdə də belədim, bilmirəm. Nə qədər böyüsələr də ona niyə aldın, mənə niyə almadın, ona hər gün alsan, mənə almısan. Nəysə, hələ belə söhbətlər gedir. Vaqifin hazırlıqları başlayıb, ona ruçkalar, dəftərlər aldım. Bunu da sən aldın. Bu belə qırılır. Harada istədiyin yerdən kəsirsən. Nə sonra? Bir dənə 1 manat, hə. Bu nədir sonra? Bir dənə qaymaq. Bu nədir? İşkaf içi bölən, sıyırma içi bölən. Bir dənə şanti. O deməli 34 manatlıq bir dənə tortum var. 25 manat qoydum, çıxdım. Bir dənə malina. Bu nədir? Bir də şokolad. Bir dənə malina götürdüm. 2 manatı da vardı, 3 manatı da. 2 manatlıqlar elə bil qurumuşdu. 3 manatlıqdan götürdüm. Bir də kargom gəlmişdi. Kargomu götürdüm. Yadımdan çıxmışdı, az qala kargosuz gəldi. Trendyol. Deməli, Trendyolda neçə faiz indirimdən aldıq biz bunu? Normalda belə, burada məsəl üçün bir dənəsi 44 manatdır. Mən bunun ikisini aldım. Buna bak. Bu nədir?
Sarıqladı. İkisini aldım. Aa, bu fərqlidir. Qutusunu dəyişiblər, görünür? Əvvəl qapaqları fərqli idi. İkisini aldım. Biodermanın üst səhifəsindən 50 manata, ikisi 50 manata gəldi. Biri mənim, biri bacımın. Burada amma bir dənəsi 44 manatdır. Amma qutusunu dəyişiblər. Heç burada bu rəngdə olanlar yox idi. Hamısı başqa rəngli idi. 2 dənə də bunlar. Bir dənə tortum var idi. Malinalı, şokoladlı. Axırıncı qatını yığıram. İçərisi içində malina jelisi almışdım. Bir də ki şokolad sosu. Belə bu şəkildə turş sevənlər üçün, turş tort sevənlər üçün malina vazgeçilməzdir. Malinadır, kividir, vişnədir. Bunların tortları turşməzə olur. Qəşəng olur. Amma mən turş sevmirəm. Belə şərbətini də yenə malina jelisindən qatdım. Skuşonka ilə hazırladım. İçərisində də qalıbdı da. Belə, bunu da üstündən onları qoyum. Yenə tortumuzun son halını sizə göstərərəm. Qaymağımız da qutardı. Yığım hazırlayayım. Bugünümüzün işi də bu oldu. Tortun hazırlanmasını, bəzənməsini sizin üçün çəkmədim. Əslində çəkdim, sadəcə tələbələr üçün video hazırladım. Son görünüşü də belə olmuşdu tortumuzun. Pişirməmişik. Aha, tələ. Gəlmişik uşaqların pasportunu almağa. Keçən səfər 3 saylıya getdik, növbə olmadığına görə, qurtardığına görə. Gəldik Nərmanovda, uşaqların pasportunu burada verdik. Hazır düzü gəlmişik onları götürməyə. Neçə gündür gəlmişik, amma vlog çəkmirəm. Bu da hələlik dursun. Buraları da təmizləməmişəm. Təmizləyəcəm onsuz. Mağazinə getdim. Biraz belə qaynanam üçün konfet götürdüm. Əslində çay içməyə yaxşıdır bu. Belə bir dənə inciyə kondik götürdüm. Bir də yumurta rayonundan düzdür gətirmişdik, amma 10 dənə idi deyəsən. Onu da bir-ikisini yolda nətərsə olub qırmışıq. Paltar sumkasının içərisinə qoymuşdum, amma ki bilmirəm nətərsə olub qırılıb axır. Yumurta götürdüm, bir 10 dənə. Keçim evi eşiyi yığışdırım öncə, amma bir stəkan çay içim. Çay üçün ürəyim gedir. Qalxandan çay içməmişim, uşaqlar da yatır. Bir insanın nə qədər fincanı ola bilər? 4 dənə. Bunları da gərək qəşəng yuyum, təmizləyim. Qablar var, bir-iki dənə, onları yuyum. Biber deyirdim də, biber gətirmişdim, üstünə belə şey qoymuşam. Su bacoku. Burada da fındıqlarımızdır, yardan çox gedib. Biberləri qulpunu kəsdim. Bir də ki, görürsünüz də ucundan belə ayırdım. 3 gün belə suda qalmalıdır. Bunda da içərisində var. Biber də ancaq sarımsaqdır, şüyüddür, bir də ki lavlor list. Belə 3 gün saxlayırıq, sonra götürüb bankaya yığıb, üzərinə duzlu, sirkəli su qoyub, yığırıq bankaya, ağzına da kirişka vururuq. Ondan sonra da 3-4 gün ərzində yeyiləsi olur. İndi bunu qoymuşam belə, özünü tutsun, necə deyərlər. Üstünə də isti su tökmüşdüm. Bunları çevireyim birdən. Demək olmaz, suya batmayar. Bunları belə qəşəng qoyacam. İçərisində də bir dənə acı biber var, o yadımdan çıxdı. Baxın, belə kəsmişəm. İçərisinin çiğdi zad da içindədir. Bunu qəşəng acı biberi qoyum qalsın, qəşəng qoxusu gəlir. Adamın iştahını açır. Üstünə də ağır bir su qalsın burada. Mən də keçim işlərimi, güclərimi görməyə. Xanımlar, kənddən gətirdiyim biberi birazını götürdüm, qoydum soyuducuya. Qalanı belə içi boş sadə biber turşusu elədim. İçərisində sirkə var deyə belə bulanlıq görünür, amma içərisi təmiz idi. Yəni adi su tökdüm, bir stəkanda sirkə, bir də duzunu qoydum. Bir də bu arada bəlkə resepti soruşan olar. Biberlərin bir arxasının artıq çıxan qulpunu kəsdim, içini çıxartmadım. Qulpunu kəsdim, bir də ki uç tərəfindən belə biraz böldüm. Tam axıra qədər bölmədim, biraz yarımçıq böldüm. 3 gün onu duzlu, şüyüddü, bir də ki sarımsaqlı acı biberi suda saxladım. Üstünə də belə ağır bir şey qoydum. Qaldı orada, 3 günün sonunda çıxartdım. O saxladığım suyu süzdüm. Bunları içindən götürdüm. Bunun içərisinə düzdüm. Petruşka yox idi. Petruşkasını indi qoydum. Sarımsağın, biberini, zadını hamısını qoydum. Üstünə də duzlu, yenə qaynar su əlavə elədim. Bir də sirkəsini qoydum. Bir də 3 günə deyilənə görə hazır olacaq yeyilməyə. Ağzını açıb hazırlayıram indi. İnci deyirəm, amma nə gözəl yiyələnir. Hazır olmamışdan qəşəng qoxusu gəlirdi. Axşama da istəyirəm xəngəl eləyəm. Sarımsaq soydum. Ücə sarımsaq bunun rəngini dəyişdirdi. Bilmirəm niyə. Sarımsağını eləyim. Getdim, qatıq aldım. Biraz götürdüm. Çalası qoydum. Süddən çıxartdım. Qoydum ki
Uşaqlar bizdə xoşlayırlar akruşkanı. Akruşka hazırlayıb içərlər. Keçən səfər atası 5 litrlik belə baçoqda hazırlayıb. 3 litrlik balonun qatığından 5 litr akruşka hazırlayıb qoymuşdu soyuducuya. Getdilər, gəldilər, onu 2 gün istədilər. İndi yenə hazırlayıram, yenə qoyar. Qatıq olandan sonra çox yəqin ki, sabah olar o söhbətlər. Gətirim axşama da xəmir xəngəli istəyirəm hazırlayım. Gətirim tez-tez onu da hazırlayım, xəmirini yoğurum. Birinci dedim sarımsağını hazırlayım, sarımsaq dadlansın. Gətirim xəmiri yoğurum, onu biraz təpdim, sonra hazırlayım. Neçə gündür vlog çəkmirəm, gələndən bəri də kənd vlogları hələ ki var, yükləyirəm deyə. Çəkmirdim, dedim bir çəkim, nəsə qoymağa bir nəyimiz də olsun. Bir də 2-3 gündür hər axşam yürüyüşə çıxırıq davamlı olaraq. Qızlar, keçən səfər əlimi sizə göstərmişdim, soyulmuşdu. Bir çox xanım yazıb ki, rayonda göy sabunu işlədirlər, ondan ola bilər, sonra qap şampunundan ola bilər. Düzü gərək qab yuydum orada bir neçə dəfə. Deyəsən elə qap şampunu elədi. Bir dəfə də xlordan istifadə eləmişdim, əlimə əlcək geyinməmişdim. Bəlkə də oranın suyu ilə reaksiyaya girib deyə örgəşməyib. Bax, təbii suya əlimiz örgəşməyib. Burada xlorlu, daha bilmirəm nədən oldu. Əlim başdan ayağa qabıqdan çıxdı, qabığı yeniləndi. İki əlimdə. Birinci səfər idi ömrümdə elə şey olurdu. Amma belə paraşoka zada vurmamışdım. Xanımlar paraşok yazıb, sonra şey yazıblar, göy sabun yazıblar. Onlara vurmamışdım, yox. Bir xlor tökmüşdüm, üzümü yudukdan sonra üzümün makyajı axanda sapsarı eləmişdi şeyi. Daha doğrusu tanalın izi qalmışdı. Çanaqda ona xlor tökmüşdüm. Bir də ki, qab yumuşdum qap şampunundan. Başqa da belə bir şey eləməmişdim. Ola bilər onlardan olub, nə bilim, dəqiq də bilmədim. Bir bacım da yazmışdı ki, bu biberləri qoyarsan şeyə, doğrayıb pizza üçün, qışa. Say, mənim xaladinikim balacadır, düzü gərək buzluğum üzrə doludur. Həm də ki, əvvəlin xaladinikidir, bu şeylərdən, nofrostlardan deyil. Tam nofrost deyil də. Elə bir mən gələn, bir haradasa 10 il nağdı var, bəlkə də 12-13 ildir. Bu soyuducunu mən işlədirəm, ona görə də belə yaxşı soyuducu deyil. Sözümün şeyi, canı, içərisini buzdadır. Buzluğu demək olar ki, belə qarıyıbdır. Təmizləyirəm, yenidən bir də təmizləyirəm, yenidən bir də olur. Ona görə içərisi çox belə bir şey tutmur. Buzluğu da balacadır, elə böyük deyil. Burada da noxud var, maş var, nə bilim, belə şeylər var. Elə çox bir şey də qoya bilmirəm. Ona görə, nə bilim, görək, var düzdür soyuducuda biberim. Görüm, qoya bilsəm qoyaram. Pizza üçün demişdi, doğrayıb qoyarsan. Beşək olur, belə bir təpkizə üstündən yığılmış bibersin olur. Bir də qız, kimdir mənə yazan ki, arıqlayıbsa bizim bir damcı qalıb? Arıqlamamışam valla. Buradan gedəndə 59 nə qədər idim. Oradan gələndə baxıram ki, 60 nə qədərəm. 1 kilogram ücə alıbdı vajinası. Hazırdır ki, bir həftəyə kökərdir rayonda. Beşək mama ilə gülüb pişirir, yağlı dolu. Oturduq, yedik, danışa gülə-gülə. Adam da danışıb gülə-gülə yiyəndə yemək yaxşı gedir axı. Beşək kökərmişəm, canım sizə desin. İndi yenə gəzirik. Üzdən bəlkə də elə laf kök olmaya bilərəm, amma ki, istər-istəməz yaş da öz sözüm deyir də. 30 yaşdan sonra adamın tüklər demişkən, yanlarında simiklər əmələ gəlir. Bu paltarda geyəndə böyürlər belə şey durur. Ona görə figuranı qorumaq lazımdır. Bir dənə başını buraxdınsa sonra qayıtmaq olmur. Ona görə hər gün yürüyüşə davam edirik. Həm də ki, yürüyüş o demək deyil ki, yeriyirik, arıqlamalıyıq. Məsəl üçün, gedirik, oturuq dondurma yeyirik, gedirik. Nə bilim, ürəyimiz nəsə görür, istəyir, onu oturup yeyirik. Yəni, sırf arıqlamaq üçün yerimirik. Gətirim xamırımı, yoğurum, çox danışdım. Xəngəlimi hazırlayım. Siz də videonu bəyənib, yazmağı unutmayın. Gedirəm Postyolkaya, bugün yürüyüşə çıxa bilmədik. Dedim, heç olmasa özüm tək çıxım. Ən azından deyirdim ki, bugün çıxsaq biber alaram, şirin biber. Biraz onun tomatını tutaram. Evdə də pomidor var, gözünə də biraz pomidor qataram. Biber tomatı eləyərəm. Özüm, yəni ən azından tomat almaram da, özüm bilərəm ki, yəni təbiidir. Eltim də deyir ki, içərisinə kök qatanda da qəşəng olur. Hamısını deyir, ət maşından çəkirəm, qoyuram, qaynayır, sonra da blenderdan keçirirəm. Biraz da bankalarda qaynadıram. Olur qəşəng tomat. Həm də deyir, kök qatanda dadlı olur. Dedim elə, gedim biraz alım mən də. Mən də hazırlayım. Təkəm bugün, geyindim, çıxdım. Sizə axşam bazarını çəkim. Fındıq 350, böyük fındıqlar. Demək olar ki, bütün daxılları yığılıb. Bir yerdə biber var idi. 50 qəpik iylənmiş. Bu da bir 30'du. Buradan toyuq sinə salasıyam. Onu alaram. Şələllərin qiyməti artıb ya da nektarin. Bu da bir 30'du. Əvvəl mama gibi pomidordan əkirdi. Şimdi daha əkmirlər.
bir yerdə var idi 1 manata. Bu da 5-6 dənə qalmışdı. Yəni bir şey çıxmazdı. Yenə də baxın. Meyvələrin gözəlliyi. Vaqif də hazırlıqdan çıxasdı. Deyirdim qarşılaşdıq Bülent gedərik. Bu da deyəsən mənim işim tez qutarır. Burada neçədir? Bu da 1.50-dir. Hər yerdə qiymət 1.50, 1.30. Gəldim bazardan belə biberlər aldım. 1 manat 30 qəpiyə. Baxdım ki 1.50-liklər də eynidir. Sadəcə yəni satanın fərqi var belə deyim. Belədir. Bunları götürdüm. Biraz kök götürdüm. 1 manatlıq. Bir də toyuğun filesini götürdüm. Belə qızartmışdım. But tipi. Amma oğlum bunları yemir. Ancaq bunu yeyir deyə. 3 dənə də bundan götürdüm. Tez o gəlməmiş. Hazırlayım. Sonra da keçim bunları ət maşınından çəkim. Qoyum bişsinlər. Burada da qatıq çalmışam. Da bilmirəm tutub tutmayıb. Günortadan sonraydı. Belə. Siz necə qızlar? Hazırlamısınızmı? Biber tomatlarını, turşularınızı, bankalarınızı, yoxsa hələ tezdirmi? Yoldaşım işdən gəldi, biraz alnası var idi. Uşaqlar xoşlayır bu Qarabağ kətəsini. Yəqin ki, Qarabağ kətəsi də bundan almışdı. İkisi də xoşlayır. Belə zubaçiskamız qutarmışdı. Zubaçiska götürüb, bunun da qabının rənginə ürəyim getdi. Toyuğun yenə hissələrini götürübdü. Həm budunu, həm bud dibini. Daha doğrusu pişirməmişdən qabaq almışdı bunu. Sadəcə videonun arxasına salmışam. Yumurta götürübdü. Həm torta işlədirəm, həm uşaqlar pomidorlu yumurtanı sevir deyə bizim evdə yumurta çox gedir. Ən çox da torta. Belə kislata götürüb, buna net deyirik də biz. Adı sanki net imiş kimi. Bundan götürübdü çətin ləkələr üçün. Sonra inci səhərlər yemək yemir. Onun üçün belə 3 pendir inəyi götürüb deyir bəlkə bunları xoşlayar. O birisiləri dedi istəmədi. Dedi onda bundan alıb. Gör necə dadıyır. Belə bulkular götürübdü. Yenə uşaqlar arada yesin deyə çalışıram qızlar mən belə şeyləri yeməyim. Oğlum üçün sardilka götürüb evdə bir dənə o xoşlayır bunu. Biz xoşlamırıq. Soğan qutarmışdı. Soğan götürübdü. Xiyarımız qutarmışdı. Xiyar götürüb getdim mağazindən soruşdum. Burada olmadı. O da qıraqdan aldı gətirdi. Belə alıb gətirdikləri bunlardır. Bu da yumşaqdır. Ovalex-dən vurublar içərisinə. Elə bilsən pambıqdır. Deyirəm heç bir video çəkməmişəm, amma baxıram ki, xeyli çəkibmişəm. Qatığım tutubdu. Keçdim onun üzərinin qaymağını yığmağa. Uşaqlar qaymaqlı olanda xoşlamırlar. Belə yığıb götürürəm. Səhərlər bunu özüm yeyirəm. Məndən başqa da xoşlayan yoxdur. Hələlik xanımlar, bu günlük məndən bu qədər olsun. İnşallah sevərək, bəyənərək izlədiniz. Bəyənməyi, bir küç dənərək yazmağı unutmayın. Öpürəm hər birinizi gözəl bacılarım. Sağ olun, sağlıqla qalın.